rahatlığın tapmaması ən böyük səbəblərindən birisi nədir? İnsanlar iki rahatlığı tərk ediblər. Birinci nədir? Səbəbsiz yerə evi tərk ediblər. Evində otur. Evdə oturmaq nədir? Nə deyir Quran-Kərimdə? Evlərinizi sizin üçün rahatlıq yer etdim deyir. İkinci, gecə yatmamaq, yuxusuz qalmaq. Altta buyurur ki, gecəni sizin üçün rahatlıq etdim deyir. İnsanlar bu iki rahatlığı tərk edirlər, sonra deyir ki, rahatlıq tapmıram. Allahın rahatlığını sən tərk etmirsən. Evlər, insan ehtiyacı olmasa, niyə çıxsın ki, boş-boş vaxtını keçirsin? Ya iş arxasına get, ya işin var. Yoxsa evində otur, bərəkət də evdə oturmaq. Və yaxud da ki, gecəni yat, yatmağa çalış. Kimsə problem varsa, problem Allah şəfa versin. Amma yat, çünki nəyə görə alta deyir, evlərinizi sizin üçün rahatlıq etdim, həmçinin gecəni sizin üçün rahatlıq etdim deyir. Bax, insanların rahatlığının aradan qalxmasının ən böyük səbəbi nədir? Allah Teala'nın buyurduğu bu iki rahatlığı tərk etməsi. İki rahatlığı tərk etməsi. Sonra nədir? Şikayət edirik.